Xoş gördük. Bu təhlildə biz sadəcə quru faktları yox, kainatın ən dərin sirlərini özündə cəmləşdirən çox maraqlı və dərin bir fəlsəfi mətni incələyəcəyik. Birlikdə rəqəmlərin, işığın və yaradılışın arxasında dayanan o böyük, gizli mənanı addım-addım açacağıq. Həm maddəni, həm də ruhu bir araya gətirən bu qeyri-adi kəşf səyahətinə hazırsınızsa, gəlin heç vaxt itirmədən bu möhtəşəm mövzuya daxil olaq. Düşüncə heç tükənərmi? Baxın, bu elə bir sualdır ki, dərhal insanı dayanmağa və dərindən düşünməyə vadar edir. Doğrudan da, beynimizdəki o fikirlər karvanı nə vaxtsa dayanırmı? Təhlil etdiyimiz mətin bizi elə ilk sətirlərdən düşüncənin sonsuz və dayanmaz bir çay olduğuna inandırmaq istəyir. Gəlin o sonsuz çayın ən uzaq, ən təməl mənbəyinə doğru hərəkət eləyək. Birinci isə düşüncələrin və kainatın mənbəyi, sabit mənbə. Mənbəmizin ən təməl və ən güclü ideyası məhz budur. Bütün düşüncələr sonsuz olan düşüncə sahibinin sabit işığındandır. Yəni, fərqli və hətta ziddiyyətli görünən hər bir kiçik fikir, ağlımızdan keçən hər bir qığılcım və əlbəttə ki, kainatdakı hər bir fiziki zərrəcik əslində tək, kosmik və dəyişməz bir ilahi işıqdan qopmuş hissəcikdir. Biz hamımız o mütləq mənbənin təcəssümüyük. Bunu anlamaq üçün başımızı qaldırıb təbiətə baxmağımız kifayətdir. Mətin günəş və ayı müqayisə edərək çox incə bir məqama toxunur. Günəş təbiəti etibarilə heç vaxt aya bənzəyə bilməz. Ayda günəşə tamamilə fərqli görünürlər, elə deyilmi? Lakin hər ikisi kosmik məkanda öz sabitliyini qoruyur və eyni ilahi işıq qanununa tabe olurlar. Zahirən böyük müxtəliflik var, bəli. Amma bu müxtəlifliyin arxasında eyni və tək bir mənbədən idarə olunan mükəmməl vahid qanuna uyğunluq dayanır. İkinci isə kvant fizikası və ilahi sabitlik və ya mətnin dili ilə desək, bölünmə illüziyası. İndi isə makrokosmosdan atomların o sirli və mürəkkəb səltənətinə enirik. Bu sitat həqiqətən də adamı heyrətləndirir. Düşünün, mənbəmiz müasir elmin ən qəliz, ən proqnozlaşdırıla bilməyən sahəsini, yəni kvant fizikasını götürür və onu birbaşa ilahiyyata lövbərləyir. Nə deməkdir bu? O deməkdir ki, kvant dünyasındakı zərrəciklərin o ağlasığmaz, xaos kimi görünən rəqsi belə əslində ilahiyyat elminin mütləq sabitliyindən, onun böyük nizamından qaynaqlanır. İnanc və elm burada tam olaraq eyni həqiqətin iki yüzü kimi birləşir. Üçüncü hissə, təklikdən yaranan ikilik, yəni ilahi riyaziyyat. Bəs ümumiyyətlə hər şey necə başladı? Gəlin 1 və 2 rəqəmləri üzərindən gedək. Hər şey təkliklə başlayır, yəni o tam, bölünməz, mütləq vahidlə. Sonra ikinci addım gəlir, 2-yə bölünmə. Mənbə məhz bu anı düşüncənin əvvəli adlandırır. Amma ən həlledici nöqtə elə 3-cü addımdadır. Bölünmə nəticəsində yaranan o 2 rəqəmsal anın hər biri yenə də bütövlükdə həmin o original təklikdən ibarətdir. Yəni əslində ikilik sadəcə bir illüziyadır. Bölünmüş kimi görünən hər şey öz daxilində tam və mütləq olan vahidi daşıyır. Dördüncü hissə, işıq, kölgə və yaradıcı, mənbənin təcəssümləri. Yaxşı, gəlin indi məsələnin biraz da ruhani tərəfinə baxaq. Mətn burada çox poetik bir mənzərə cızır. Bir tərəfdən mütləq yaradıcı var. O, ucadır, uludur və heç bir kölgəsi olmayan tamamilə saf işıqdır. Digər tərəfdə isə elçi, yəni fiziki yaradılış aləmi dayanır. Onun da işığı var, lakin o artıq maddiləşdiyi üçün kölgəyə sahibdir. Amma fikir verin, kölgəsi olsa belə bu fiziki dünya o böyük mənbədən, mütləq atadan ayrı deyil. Kölgə sadəcə maddiyyatın bir xüsusiyyətidir. Necə ki güclü bir fənər əşyaya vuranda kölgə yaranır, eləcə də bu dünya o mütləq işığın kölgəsidir. Və bütün bunlardan çox cəsarətli bir fikir ortaya çıxır. Mənbəyə görə İlahiyyat ən birinci elmin və hər şeyin təməlidir. Bəşəriyyətin o qürur duyduğu kəşfləri, nəhəng araşdırmaları var ha, bax onlar əslində ilahiyyat elminin cəmində sadəcə kiçik, parçalanmış fraqmentlərdir. Biz tədqiqat apardıqca yenidən nəyisə kəşf eləmirik. Sadəcə o böyük, əzəli ilahiyyat cədvəlindəki boşluqları doldururuq. 5-ci hissə, sonsuz düşüncə və elm, yəni o sonsuz dövrə. Mətn həmin o dərin metafizikadan bir anlıq kənara çəkilib, elmin özünə çox fərqli və dəqiq bir tərif verir. Fikir verin, elm nədir? Cavab, öyrənmək marağının, elmə dayanan düşüncənin hərəkət halıdır. Nə qədər dinamikdir, elə deyilmi? Yəni, bizim daxilimizdəki o bilmək, oxumaq, yazmaq ehtiyacı sadəcə olaraq düşüncəmizin hərəkətdə olan formasıdır. Biz maraqlandıqca, öyrəndikcə içimizdəki o ləkəsiz işığı hərəkətə gətiririk.
Beləliklə, kainatın tam nizamı qarşımızda açılır. Düşüncələr və yaradılış heç vaxt, amma heç vaxt bitməyəcək. Yaradıcı düşüncəni də məhz öz işığı qədər sonsuz və hüdudsuz edib. Bizim bu qısa, bəzən mürəkkəb görünən ömrümüz o bitməz, tükənməz düşüncə okeanında kiçik bir detal olsa da, o böyük bütünün bir parçasıyıq. Kainatın başlanğıcı necə bu qanuna tabe idisə, sonu da eyni mütləq nizam daxilində davam edəcək. Və nəhayət sonuncu hissə, böyük sınaq və son qayıdış, insan zəkasının çata biləcəyi ən yüksək nöqtə. Bəs bizim zəkamız bu qədər dərinliyin və möhtəşəmliyin qarşısında necə bir sınaqdan keçməlidir? Mətndə burada bəlkə də ən acı ironiya güzlənib. Diqqət edin, deyilir ki, bəzən ən böyük zəkanın yaratdığı fiziki vücudları dərindən öyrənən alimlər yekunda əsas mənbənin özündən, yəni tək olandan şübhə etməyə başlarlar. İnsan ağlı bəzən detallara, rəqəmlərə o qədər alidə olur ki, o parçaların aid olduğu mütləq vahidi inkar edir. Fraqmenti görür, tamı itirir. Və mənbə elə bu yerdə bax bu kəskin ritorik sualları dərhal bizə ünvanlayır. Kim inancdan uzaq düşmüş? Kimlər təklikdə iki bölünmüş ən böyük elmin alimi, salihi olmuş? Doğrudanmı yalnız hesablama bilmək, mütləq həqiqəti anlamaq deməkdir? Məlumat dənizində itib batanlardan olacaq, yoxsa o bölünmüş kvant elminin arxasında dayanan vahid təkliyi dərk edən salih öğrencilərdən? Bax bu, bəşəriyyətin üzləşdiyi ən böyük intellektual sınaqdır. Təhlilin sonuna yaxınlaşdıqca mətnin həm ən böyük xəbərdarlığı, həm də çox əzəmətli bir vədi ilə qarşılaşırıq. Bildirilir ki, ən böyük ilahiyyat elmi bütün bəşəriyyəti böyük bir sınağa çəkəcək. Və ən heyrətamiz məqam, bildiyimiz o fizikanın, kvant dünyasının ən böyük təkliyi, ikinci göndəriliş vasitəsilə məhz onun öz elçisi olacaq. Bu elmin, fizikanın və inancın ən ali səviyyədə qovuşduğu, birə-bir tamamlandığı mütləq andır. Axırıncı qayıdış, bütün o bölünmələrin, var olan hər bir fiziki zərrəciyin və kainatı sarmış o sonsuz düşüncələrin nəhayət yenidən öz tək və əsl mənbəyinə, o kölgəsiz, ləkəsiz işığa qovuşacağı an. Sizcə, zəkamız və düşüncəmiz bu böyük qayıdışda həmin o mütləq tamı görə biləcək, yoxsa kölgələrin arasında itəcək? Düşünməyə dəyər. Təhlilimizə qoşulduğunuz üçün təşəkkür edirəm. Mütləq görüşəcəyik.